AB parçası üzərində M və N nöqtələri verilmişdir. AN 42 santimetr, AM-in M-nə nisbəti 2-nin 5-ədir. AM-in M-nə nisbəti. Burada 2K, burada 5K yaza bilərik. MN-in NB-yə nisbəti 3-ün 5-ədir. Nisbətlər fərqli olduğu üçün başqa hərflərlə qeyd edək. 3x, burada 2x yazaq. AN parçasının uzunluğu 42 santimetrdir və bizdən AB parçasının uzunluğu tələb olunur. Burada 42 santimetrin 2K və 5K ilə mütənasibliyi göstərmişdir. Deməli 2K üstü gəlsin 5K bərabərdir 42 yaza bilərik. 7K bərabərdir 42. Deməli K bərabərdir 6. K 6-dır və 3x parçası ilə 5K parçası bərabər olduğu üçün 5K-nı tapsaq, K 6-dır. 5-i 6-ya vursaq 30 santimetr. Deməli 3x bərabərdir 30 santimetr. Buradan da x bərabərdir 10 alarıq. X 10 olduğu üçün 2x parçasının da uzunluğu 20 santimetr olar. A-dan N-ə qədər 42-dir, N-dən də B-yə qədər 20-dir. Deməli AB parçasının uzunluğu 42 üstü gəlsin 20 bərabərdir 62 santimetr.